Azərbaycan xalqının namus və şərəfinə uzanacaq əllər qarşısında mətanətlə dayanacağıq. Azərbaycan polisinin yaranmasının 107-ci il dönümü münasibətilə Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə əkli qoyublar. Ziyarət zamanı görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib. Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu şəhidlər xiyabanı da ziyarət olunub. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında polis gününə və 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə çıxış edən Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilən polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyini qeyd edib. Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımcı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinə təşəkkür ifadə olunub.